xanımlar, bugün yenə qayıdıram evə. Bugünkü menümüzdə borşdur. Deməli, nə edirik? Pomidor əlavə edirik. Borşu qaynanamdan, Allah ölənlərinizə rəhmət eləsin. Qaynanamdan öyrənmişəm. Ha, elə bir yağ soğanı qoğurursunuz. Sonra pomidor, köklə çuğunduru da biraz qoğrulsun. Ora əlavə eləyəcəyik. Sonra kələmi. İndi Firəngiz xanım, bu yağ soğan pomidordan sonra çorkadan keçirilmiş kök çuğundur. Bunu da qoğurursunuz burada. Biraz öldürürsünüz. Mamam deyir ki, tomatın hamısını əndər ora. Səhifəmdə olan əziz xanımlar, bunu da var belə. Burada da ətimizi qaynatmışıq, ətin suyudur. Ətin suyunu əlavə elədim, ətləri də əlavə elədim. Böyle yisədirlər. Suyu biraz azdır. Elə bir günən ki, su əlavə eləmək olar. Belə sizlərə nuş olsun. Allah hər birimizə can sağlığı versin. Ruzu bərəkətimiz bol olsun.